Növbəti mövzumuz müəllimlər ev heyvanları və quşlar üçün yem tədarükü. Bəli, bu heyvanlar üçün biz həm ev heyvanlarına, həm də quşlara yem tədarükü nə eləyəcəyik? Gəlin baxaq. Deməli, şəhərdən kənarda, xüsusən kənd yerlərində yaşayan hər bir sakinin həyətyanı təsərrüfatı var. Həmin təsərrüfatlarda ev quşları. Ev quşları hansı idi? Toyuq idi, hind toyuğu idi, ördək qaz. Deməli, ev quşları, bir də gövşəyən ev heyvanları. Gövşəyən ev heyvanları hansılardır? İnəkdir, qoyundur, keçidir, camışdır. Bax, bunlar da gövşəyən ev heyvanları bəslənilir. Dedik ki, ev quşları, bir də ev heyvanları, gövşəyən ev heyvanları bəslənilir. Hər bir həyətyanı təsərrüfatın sahibi ev heyvanları və quşların sağlamlığında mükəmməl qidalanmanın necə böyük rol oynadığını yaxşı bilir. Bəli, yeməkləri yaxşı olarsa, qidalanarlarsa, yaxşı da inkişaf eləyərlər. Ev heyvanları və quşlara keyfiyyətli yem almaq üçün kifayət qədər pul xərcləmək lazımdır. Bu isə bir çox sahibkarın maddi imkanı xaricindədir. Aşağıda göstərilən yem hazırlama texnologiyaları böyük təsərrüfat sahiblərinin köməyinə gəlir. Bəli, yem hazırlama. Bu yemlər olduqca sərfəlidir. Onlardan istifadə yemlənməyə xərclənən vəsaiti xeyli azaldır. Deməli, hər gün pul verib yem almaqdansa, deyir ki, bu yemi evdə hazırla. Əziz sahibkar. Bəli, bizim fermamız var. Fermada hansı ki, ev quşlarıdır, gövşəyən ev heyvanlarıdır. Yəni, çoxlu pul xərcləmədən biz onları qidalandıra bilərik. Gövşəyən ev heyvanları üçün yemin hazırlanması, tədarükü texnologiyası nədən ibarətdir? Gəlin, baxaq müəllimlər. Deməli, ən çox istifadə olunan yem nədir? Silosdur. Silos. Qeyd eləyək. Silos. Ən çox istifadə olunan yem silosdur. Silosun hazırlanma texnologiyası sadədir. Hazırlaması necədir? Sadədir. Bunun üçün həcmi 100-500 litr olan, daha çox olan hermetik bağlanmış qab lazımdır. Deməli, bizə hermetik qab lazımdır. Hermetik. Ölçüsü nə qədər olacaq? 100-500. 100-500 litr olan hermetik qab lazımdır. Hermetik nədir? Çip bağlanır ağzı, yəni hava daxil olmur ora. Bu məqsədlə dəmir beton halqalar, taxta qəlibin köməyi ilə özümüz hazırlaya biləcəyimiz qutudan istifadə etmək olar. Deməli, bizə nə lazımdır? Qutu lazımdır. Bu qutu dəmir beton halqalar da ola bilər, taxta qəliblər də ola bilər. Bax, özü üçün qeyd edeyim burada. Dəmir beton, müşqa ilə səliqəsiz yazıram, dəmir beton. Bir də qəlib, taxta qəlib. Taxta qəlib bizə lazım ola bilər. Daha sonra, əgər bunları hazırlamağa, bu halqaları, qutunu hazırlamağa imkanımız yoxdursa, nə edirik? Vaxtı sona yetmiş istənilən çəllək götürə bilərik. Bəli. Əgər bunları əldə edə bilmiriksə, nə edəcəyik? Çəllək götürürük. Onun daxilində polietilen təbəqədən hazırlanmış şlanq qoyulub. Bəli, polietilen təbəqədən hazırlanmış şlanq qoyulub. Doğranmış bitki qalığı ilə əsaslı sürətdə doldurulur. Deməli, çəlləyə nə qoyuruq? Şlanq qoyuruq. Şlanq. Bir də doğradığımız bitki qalıqlarını. Doğradığımız bitki qalığını tökdük nəyə? Çəlləyə. Və ağzını bağlayırıq. Silosun keyfiyyəti qablaşdırmanın sıxlığından və hermetikliyindən çox asılıdır. Deməli, keyfiyyət nədən asılı oldu, müəllimlər? Qeyd edin. Keyfiyyət asılı oldu. Hansı ki, qablaşdırmanı sıx eləmişik. Sıxlığından, bir də ki, hermetikliyindən. Bəli, klaster üsulu ilə biz bunu daha yaxşı yadda saxlaya bilərik. Deməli, keyfiyyət nədən asılı oldu? Qablaşdırmanın sıxlığından, bir də hermetikliyindən. Bitkidən olan xammalı daha çox sıx qablaşdırmaq üçün onu doğrayırlar. Bəli, doğrayanda daha məqsəd uyğundur. Bəli, daha sıx qablaşdırmaq üçün onu doğramalıyıq. Doğranmış kütlə asan hamarlanır, yaxşı küplənir. Baxın, hansı ki bitki qalıqlarıdır. Bitki qalıqlarını biz burada
neynəmişik? Doğramışıq. Hansı ki, əvvəldə dedik silos. Yəni, görə silosun mənası nədir? Bitkilərin yaşıl hissələrindən qızqırma yolu ilə konservləşdirilmiş heyvan və quş yemidir. Deməli, heyvanlara və quşlara biz yem veririk, düzdür? Konservləşdirilmiş formada. Bu konservləşdirməni necə həyata keçiririk? Qızqırtma yolu ilə. Deməli, bitkiləri qızqırtdıq, neynədik? Konservləşdirdik. Bunu biz 8-ci sinifin sonunda keçmişik qızqırtma yolu ilə. Konservləşdirmə. Düzdür, onu biz özümüz üçün keçmişdik. Burada isə ev heyvanları üçün və yaxud da quşlar üçün silos hazırladıq. Bitkilərin yaşıl hissələrindən doğradıq, qızqırtdıq, konservləşdirdik. Hermetiki də belə deyək ki, belə izah verək ki, hava girməmək üçün kip bağlanmış, hansı ki, vəsait. Hermetik, yəni kip deməkdir. Deməli, gəlin görək silosda başqa nələr, hansı meyarlar var. Kütlə nə qədər sıx qablaşdırılarsa, yem bir o qədər keyfiyyətli olar. Bəli, biz əvvəldə dedik axı, keyfiyyəti nədən asılıdır? Sıxlığından, bir də hermetikliyindən. Sıx qablaşdırmalıyıq ki, itki az olsun. İri buynuzlu mal-qara üçün silos hazırlayarkən istənilən otdan, alaqdan istifadə etmək olar. Deməli, istənilən otdan, o cümlədən alaq otlarından da istifadə etmək olar. Sadəcə bu kütlə xırda doğranmalıdır. Döyəclənib bərkidilməlidir. Deməli, xırda doğrayırıq, döyəcləyib bərkidirik. İstənilən otdan istifadə edirik, hətta alaqdan da belə istifadə edə bilirik. 100 kiloqram çəkisi olan hər bir inəyə hər yemləmədə 3-5 kiloqram olmaqla, deməli, inəyin çəkisi nə qədərdir? 100 kiloqram. Ola bilsin ki, bu inəyə gün ərzində 3-5 kiloqram silos verək. Bu sutkada nə qədər eləyir? Sutkada 15-18 kiloqram eləyir. 15-18 kiloqram. Deməli, bir günə 15-18 kiloqram biz ona silos veririk. Amma hər yemləmədə 3-5 kiloqram olmaqla biz onu yemləyirik. Hazırlandığı otların növündən asılı olaraq silos 1 və ya 3 aya hazır ola bilir. Deməli, silosun hazırlanması. Bax, hansı ki, özü üçün klasterdə qeyd elədinizsə, bax, bu klasterdə qeyd edin. İnəyin çəkisi 100 kiloqramdır. Hər yemləmədə 3-5 kiloqram silos yeyir. Sutkada isə 15-18 kiloqram. 1 aydan 3 aya qədər hazır ola bilir. Bax, bunu qeyd edə bilərsiniz. Gəlin görək, bu silosu hazırladıq. Bunu hər vəziyyətdə biz ev heyvanlarına verə bilərik, yoxsa necə? Hazırlanmış silos qızardılmış çörək və alma ətri verir. Bəli, yaxşı hazırlanıbsa, qızardılmış çörək və yaxud da alma ətri verir. Rəngi necə olur? Sarımtıl, rəngi sarımtıl yaşıldan tünd qəhvəyə qədər dəyişə bilir. Deməli, sarımtıl yaşıldan, bax, bunu da qeyd edin klasterdə. Əgər silos sirkə turşusu və ya kəskin amonyak, yəni peyin iyi verirsə, yaşıl və ya çirkli yaşıl rəngdədirsə, deməli, nə olub? Hava sızıb, həmin bizim qablaşdırdığımız silosa və korlanıb. Bəli, kəskin iyi verirsə, sirkə turşusu və ya da amonyak iyi verirsə, rəngi də yaşıl və ya çirkin yaşıldırsa, deməli, o korlanıb. Peyin qoxulu silos yeməli deyil. Bəli, peyin iyi verirsə, deməli, yeməli deyil. İnəklər zəhərlənə bilər. Hər yemləmədə alt qatları yumuşaltmamaq şərti ilə lazımi porsiyada silos götürdükdən sonra örtüyü çip bağlamaq lazımdır. Bizə lazım olan qədər silosu götürürük və örtüyü çip bağlayırıq. Sonda qabı əsaslı olaraq silos qalıqlarından təmizləmək və sönmüş əhəng məhlulu ilə dezinfeksiya etmək lazımdır. Bəli, qabı neyinirik? Qalıqlardan təmizlədik, bitib də daxilində. Onu sönmüş əhəng məhlulu ilə dezinfeksiya eləyirik. Gəlin, indi ev quşları üçün silos hazırlayaq. O bizim hazırladığımız ev heyvanları üçün idi. Quşlar üçün müxtəlif yemlər tədarük edilməsi o qədər də çətin deyil. Çünki ev quşları xüsusən də toyuq. Müxtəlif yemlər asanlıqla və tez uyğunlaşır. Qaz isə əsasən otlu qidalanır.
Deməli, ev quşları müxtəlif yemlərlə qidalanır, amma qazlar isə otla qidalanır. Quşlara yem kimi nə verə bilərik? Quşlara yem kimi taxıl və taxıl qalıqları verə bilərik. Taxıl və taxıl qalıqlarına nələr aiddir? Yulaf taxıldır da, düzdür, darıdır, taxıldır, buğdadır, taxıldır, çovdardır, arpadır, qarğıdalıdır, noxuddur, mərcidir. Bəli, taxıl və taxıl qalıqları verə bilərik. Texniki istehsal qalıqları. Buğdanın hansı ki yarmasını verə bilərik. İstehsal eləmişik. Texniki istehsal qalıqları. Buğda yarmasıdır, dəyirman tullantılarıdır. Yəni, bax, bunlar qalıq olaraq qurudulmuş çuğundurun cecəsi. Cecə nədir müəllimlər? Cecə hansı ki bitkinin şirəsi çıxarılır və qalan qalıq olur cecə. Bitkilərin şirəsi çıxarılır. Bitki cecəsi dedik, çuğundur cecəsi dedik, bitki cecəsi dedik. Məsələn, çuğundurun, belə deyək də, şirəsi çıxarıldı, qalan qalıq. Sok çəkən maşından soku çəkirik, qalan artıqlar ki var, bax onu biz götürə bilərik cecə kimi. Sonra, şurot nədir müəllimlər? Hansı ki, şurot burada yazıb. Günəbaxan tumlarının cecəsi. Bəli, günəbaxan tumlarının cecəsi. Hansı ki, biz onun günəbaxan tumlarının şirəsini çıxarırıq və onun artıq qalan hissəsini də neyinirik? Toyuqlara veririk. Heyvan yemləri. Deməli, indiyən kimi öyrəndik taxıl və taxıl qalıqları, texniki istehsal qalıqları, heyvan yemləri. Heyvan yemləri nə ola bilər? Üzü yığılmış süd ola bilər, ayran, ət, təzə sümük unu ola bilər, balıq unu ola bilər, sağlam heyvan qanı ola bilər, böcək ola bilər, heyvan yemi. Tırtıl və başqa kənd təsərrüfatı ziyanvericiləri ola bilər. Bəli. Bir də torpaq soxulcanları ola bilər. Bəli, biz bunları heyvan yemi kimi qeyd eləyə bilərik. Növbəti, üçüncünü qeyd edeyim, heyvan yemləri. Deməli, taxıl qalıqlarda texniki istehsal qalıqları oldu, heyvan yemləri oldu. Bir də vitaminli və şirəli köklər. Gicitkən, yonca, qara yonca, yem kələmi, qırmızı kök, silos, ot ovuntusu, çuğundur, turp, şalğam. Bax, çuğundurun cecəsi olacaq texniki istehsal qalığı. Çuğundur özü olacaq vitaminli və şirəli kök. Turpdur, şalğamdır, kartofdur, kələm yarpağıdır, çahıdır. Bəh, toyuqların kefinə bax. İspanaqdır. İspanaqdır, zəncir otudur, küknar və şam ağacının iynə yarpaqları. Bəli, bunları da verə bilərik. Quş armudu ola bilər, qızıl ağac, ağcaqovaq, fındıq, sahra akasiya, qovaq, göyrüş, söyüd, toz ağacı, ağac yarpaqları və s. Bax, bunlar vitaminli və şirəli köklərə daxildirlər. Bəli, bir daha xatırladım ki, qurudulmuş çuğundurun cecəsi oldu nə? Texniki istehsal qalıqları. Amma çuğundurun özü isə nəyə daxil oldu? Vitaminli və şirəli köklərə. Mineral yemlər. Mineral yemlərə sönmüş əhəng, təbaşir, yumurta qabığı, balıq qulağı, sümük unu, çınqıl, ağac kömürü, xörək duzu. Bax, bunlar nəyə aid oldu? Mineral yemlərə aid oldu. Gəlin görək, toyuqlar üçün silos necə hazırlayırıq? Təzə göyərtinin və başqa vitaminli yemlərin tədarük edilməsi. Uzun müddət saxlanması üsullarından biri də siloslamadır. Siloslama. Ev quşlarının bütün növlərinin şəxsi təsərrüfatda hazırlanmış silosla yemlənməsi digər yemlərin işlənməsini xeyli azaldır. Silos quşların qida rasionu üçün qiymətli komponentdir. Belə ki, o həzmə yaxşı gedir, həzmə yaxşı təsir edir və vitaminlərlə zəngindir, mədə şirəsi ifrazını və qidalı maddələrin həzm olunma qabiliyyətini artırır. Bəli. Silos üçün yaxşı xammal, dənli bitkilər, kələm, çuğundur, kök yarpaqları, qarğıdalı və s. hesab olunur. Deməli, ev heyvanları üçün silos hazırlamağa bizə nə lazım idi? Müxtəlif otlar idi, bir də alaq otları idi. Amma toyuqlar üçün isə dənli bitkilər, yəni biz bunları görəndə testlərdə qarışdırmıyıq. Dənli bitkilərdir, kələm, çuğundur, kök yarpağı, qarğıdalı və s. Bax, bunlar toyuqlar üçün hazırlanan silosda yaxşı xammaldır.
Paxlalı otlar, yonca, qara yonca, yem paxlaları, həmçinin təzə gicitkən pis siloslaşır. Konservləşməni yaxşılaşdırmaq üçün onlara karbohidratlarla zəngin bitkilər, bax, qırmızı kök ola bilər, şəkər çuğunduru ola bilər, paxlalı bitkilər ola bilər və s. əlavə edilir. Deməli, gicitkən pis siloslaşır, ona görə də onu daxil etmirik. Silosun keyfiyyəti nədən asılıdır? Siloslaşdırılan bitkinin inkişaf mərhələsindən, onların rütubətliyindən asılıdır. Deməli, inkişaf mərhələsindən aid olduğuna görə gəlin baxaq. İnkişaf mərhələləri necədir? Deməli, dənli bitkilər sümbüllənmənin əvvəlində, yəni sümbülləşməmiş, biz dənli bitkilərdən silos hazırlayırıq. Paxlalılar qönçələmə mərhələsində. Qönçələmə mərhələsində paxlalıları biz silos olaraq istifadə edirik. Qarğıdalının yaşıl kütləsi, hansı ki süpürgə atma mərhələsi ki var. Bax, süpürgə atma mərhələsində biz nə edirik? Qarğıdalları bitirik və başlayırıq silos hazırlamağa. Qarğıdalı qıçaları ilə südlü sarıya çalan ilkin yetişmə zamanı siloslaşdırılır. Deməli, dənli bitkilərdən nə zaman istifadə elədik? Sümbüllənmənin əvvəlində. Paxlalılardan nə zaman? Qönçələmə mərhələsində. Qarğıdalının yaşıl kütləsindən, bir də qıçalarından. Yaşıl kütləsindən süpürgə atma mərhələsində, qıçalarından isə südlü sarıya çalan ilkin yetişmə zamanı siloslaşdırılır. Quşlar üçün silosun tədarük edilməsində əsas tələb xam malın 0,5 cm ölçüdə doğranmasıdır. Deməli, doğranması nə qədər olur? Quşlar üçün 0,5 cm. Ev quşlarına silosu aşağıdakı miqdarda vermək tövsiyə olunur. Gün ərzində toyuqları 20-25 qram, gün ərzində 20-25 qram, Hind toyuğu 35-50 qram, qaz ördək çox yeyir. Deməli, ən az yeyən toyuqlarda 20-25 qramdır, Hind toyuğu 35-50 qramdır, qaz ördəklər 250-300 qram yeyə bilirlər. Gəlin görək quru ot nədir, müəllimlər? Həyatyanı təsərrüfat şəraitində paxlalı, dənli bitkilərdən, yabani otlardan hazırlanmış vitaminli quru ot qış vaxtı çox keyfiyyətli yem hesab olunur. Deməli, yabani otlardan nəyi götürə bilərik? Gicitkandır, sirkandır, müxtəlif otlardır. Bax, bunları biz yabani ot kimi götürə bilərik. Deməli, quru ot üçün nə lazım oldu bizə? Paxlalı, dənli bitkilər, yabani otlar. Yabani otlardan hazırlanmış quru ot qış vaxtı hansı ki çox keyfiyyətli yem hesab olunur. Paxlalıları çiçək açmadan öncə hələ qönçələməyə başlayanda tərkibi vitamin və karbohidratlarla zəngin olduğu üçün nə edirik? Bitirik. Paxlalıları qönçələmə vaxtında bitirik. Biçilmiş məhsul tez və nəmi çəkilənədək qurumalıdır. Biçdiyimiz məhsulu nə edirik? Quruduruq. İşıqda vitaminlər məhv olduğundan otları kölgədə qurudaq. Deməli, işıqda bunların vitaminləri məhv olur deyə biz onları kölgədə quruduruq. Keyfiyyətli məhsul əldə etmək üçün biçilmiş kütləni seyrək səririk. Ot xışıldamağa başlayanda, deməli, artıq quruyub, qurutmanı qurtarmaq olar. Cücələr üçün quru ot çiçəkləmədən əvvəl biçilən paxlalı bitkilərdən hazırlanır. Deməli, çiçəklənməmiş nə edirik? Biz paxlalı bitkilərdən cücələr üçün ot hazırlayırıq. Quru otu qaranlıq, quru yerdə saxlamaq lazımdır. İşıqlı yerdə quruduruq, günəşli yerdə quruduruq. Üzr istəyirəm, kölgədə quruduruq. Vitaminlər məhv olmasın deyə onları kölgədə quruduruq və quru yerdə saxlayırıq. Quşların yemlənmə zamanı quru ot xırda doğranmalıdır. Digər yemlərə əlavə edilməlidir. Bəli, komponent bir şeyin tərkib hissəsidir. Bu da əvvəlki slayddaydı. Bəli, dedik ki, silos quşların qida rasionu üçün qiymətli komponentdir, yəni qiymətli tərkibdir. Gəlin görək yaşıl un nədir, müəllimlər? Yaşıl un, bu unu may-iyun aylarında, baxın, may və iyun aylarında, demək olar ki, vaxtıdır. Təzə gicitkən, hal-hazırda yəni iyun ayı olduğundan may-iyun aylarında təzə gicitkəndir, zəncirotu yarpaqlardır, qırmızı yoncadır. Bax, bunlardan yaşıl un hazırlayırıq. Yaşıl un nədən hazırlanır? Gicitkəndən, zəncirotundan, bir də qırmızı yoncadan, zəncirotun yarpaqlarından.
Belə unun tərkibində quş orqanizminə lazım olan çoxlu miqdarda B vitamini, E vitamini var. Eləcə də mikroelementlər və mineral maddələr var. Deməli, yaşıl unu hansı ayda hazırladıq? May-iyun ayında. Nədən hazırladıq? Gecitkəndən, zəncirotu yarpaqlarından, bir də qırmızı yoncadan. Hansı vitaminləri var tərkibində? B, E qrup vitaminləri var, mikroelementlər var, bir də mineral maddələr var. Zəncir otunun sütul yarpaqlarını, sütul yarpaqlarını, gecitkəni və qırmızı yoncanın şirəli zoğlarını günəş şüaları altında, sonra isə mətbəx sobasının tavasında zəif odda qurudurlar. Zəncir otunun sütul yarpaqlarını, gecitkəni və qırmızı yoncanı neynədir? Ya günəş şüaları altında, ya da ki, mətbəx sobasının tavasında zəif odda quruduruq. Yarpaqlar ovucun içində asanlıqla ovxalananda, yaxud da ki, toz halına gəlməmək şərti ilə. Asanlıqla ovxalananda qurutmanı bitmiş hesab etmək olar. Deməli, toz halında olmamalıdır. Yaşıl unu bağlı karton qutularda, qaranlıq və quru şəraitdə, əsasən sərin yerdə saxlamaq daha münasibdir, daha məqsədə uyğundur. Deməli, karton qutularda saxlayırıq yaşıl unu. Quru yerdə, qaranlıq yerdə saxlayırıq. Əsasən sərin yerdə olmalıdır. Quşları yemləmək üçün yaşıl un başqa yemlərlə qarışdırılır. Bəli, biz yaşıl unu başqa yemlərlə qarışdırıb verə bilirik. Deməli, maraqlı mövzuydu, müəllimlər. Demək olar ki, çətin deyildi. Söz yığınından ibarət bir mövzudur. Sanitariya gigiyena qaydaları necədir? Heyvanlara, quşlara qulluq edərkən, onlara yem hazırlayarkən mütləq sanitariya gigiyena qaydalarına əməl etmək lazımdır. Xüsusi əlcək geyinməliyik, qoruyucu maska istifadə etməliyik. Nə üçün? Hansı ki, bir çox infeksiya müxtəlif xəstəliklərə yoluxma riskini azalda bilər. Unutmayın ki, heyvan və quşları təkcə düzgün yemləmək işin sonu deyil. Onlar saxlanılan ərazinin təmizliyini də müntəzəm olaraq nəzarət etmək vacibdir. Bəli, biz bunu buradan qəşəng yemləyirik, amma saxlandığı yerlər çirkindir. Bəli, burada artıq bizim hazırladığımız heyvanlar xəstələnə bilər. Heyvan və quşların yem qabları həmişə təmiz saxlanmalıdır, sanitariya gigiyena qaydalarına əməl olunmalıdır. Nəinki bizim, həm də ətrafdakıların sağlamlığı üçün vacibdir. Heyvanların, hansı ki, quşların ətrafı təmiz saxlamaq gigiyena qaydalarına əməl olunması. Belə müəllimlər, mövzumuz bu qədər maraqlı idi mövzu. Ev heyvanları və quşları üçün yem tədarükü texnologiyası. Bəli, diqqətlə oxuyun, qeydlər götürün, müxtəlif üsullardan istifadə edin. Yəni, hər üsul bizim üçün daha yaxşı öyrənməyimizə şərait yarada bilir. Məsələn, mən burada klaster üsulundan istifadə elədim. Siz də yəni, mövzunu bu formada üsullarla daha yaxşı əldə edə bilərsiniz. Öyrəndiyimiz mövzunu müəllimlər sonda özümüz üçün sual-cavab və yaxud da test müzakirəsi ilə daha yaxşı möhkəmləndirə bilərik. Belə müəllimlər, uğurlar olsun, sağ olun.